Deməli, üçüncü demək, qoşulmasına görə ön və son şəkilçiləri olur. Azərbaycan dilində 90% şəkilçilər sondur, yəni kökə qoşulur, sona qoşulur. Ön şəkilçilər isə bizim öz şəkilçilərimiz deyil. Və dördüncü bölgü mənşəyinə görə. Mənşəyinə görə, yəni yaranmasına görə, haradan gəlməsinə görə milli və alınma olur. Milli və alınma. Milli özümüzünkülərdir, alınma isə ya ərəb-fars mənşəlidir, ya da rus-avropa mənşəlidir. Biz bunu leksikadan bilirik. İndi uşaqlar, bax bu hissələri qeyd eləmişik. İndi şəkilçiləri birləşdirməliyik. Həm leksik qrammatiklər hansılardır və yaxud da milli alınmalar hansılardır və ön son hansılardır. Ona görə mən şəkilçiləri yazacağım. Onların yanında xüsusiyyətlərini qeyd edəcəm.